İstisna fürsətdir Qədir gecəsi, istisna fürsətdir. Tarixi hadisə deyil, o vaxt Peyğəmbərə Quran nazil olmuşdu. Biz indi gəlmiş 10 il dönümün qeyd eləyək, xeyr. Quran deyir ki, inna ənzəlnahu tədric, həmişə baş verməkdədir. Hər Qədir gecəsi elə həmin Qədir gecəsidir. Bunu da izah eləyənməyəcəm. Bu hal davamlı davam eləməkdədir. Hər gecə, hər dəfə Qədir gecəsi olanda. Bu gecə sizə 80 ilin ibadətinin savabı yazılacaq. Yəni, səviyyəmiz 80 il qalxacaq birdən-birə. 80 il, 80 il, bir ömür qədər. Bu Allahın bizə xüsusi yardımıdır. Mən bunu çox demişəm, bir də deyim. Bir nəfər alim deyirdi ki, Qədir gecəsi, Ramazan ayı olmasaydı, biz bu vəziyyətlə axırımız müsəlman olmazdı. Mümkün deyildi. Gəlir, axır bir təhər yardım eləyir, kömək eləyir, əlimizdən tutur. Birdən-birə 70 ilin ibadəti yazır ki, birdən-birə tutdu əlindən 70 il apardı qabağa. Belə Allaha qurban olasan gərək. Belə Allaha fəda olasan. Bu gecə xüsusi ziyafətdir. Bu ziyafət süfrəsinin başında İmam Zaman əyləşib. Zamanənin imamı. Tənəzzəlül mələikətü və ruh. Mələklər kimə nazil olur? Qədr surəsinə deyirlər vilayət surəsi. Vilayətin adı çəkilmir burada. Soruşdular imamlardan ki, bu necə olur? Vilayət bir sözdə nədir? İmamın imaməti, vilayəti. Deyirlər, necə olur? Burada vilayətdən danışılmır. Deyir, tənəzzəlül mələikətü və ruh var. Qədr gecəsində mələklər dəstə-dəstə nazil olar. Soruşun hamıdan, kimə nazil olur o mələklər? Kimin ruhunda tutum var, o mələkləri qəbul eləsin? Bu gecə bütün mələklər imama nazil olur, imamdan gəlir sizləri ziyarət eləməyə. Özdə 3 gecənin 3-ündən biri deyil Qədir gecəsi. Deməyin ki, bu 2 gecə boşdur, yox. 3-ündən biridir də, deyir ki, əsasən ehtimal çoxdur 3-cü gecəyə. 1-lə 2 zəncirvari ona hazırlıqdır. Yəni 3 mərhələdir bu. Bunlar hədər olmur. 1, 2, 3 bu mərhələlər bir-birini tamamlayır. 2 gecə oyaq qaldıqdan sonra 3-cü gecə artıq zirvədir, kulminasiyadır. Gedək Allahın qapısına çox baş ağrı verməyim. Heç mənim danışığım sizə bu saat o qədər önəmli deyil. Hamı istəyir Allah ilə danışsın. Mən istəmirəm mani olum, istəyirəm yardımcı olun bu işdə. Sizə, hər birinizə. Deyək, ey məni tərk eləməyən dost. Ey hamı məndən üz çevirəndə mənim yolumu gözləyən dost. Ey o Allah ki, deyirsən ki, məni tərk eləyib gedənlər kaş bilərdi, necə arxalarıca həsrətlə baxıram. Biz səni tərk eləmişdik, həsrətlə dalımızcan baxırdın, indi gəlmişik. İndi gəlmişik. İndi gəlmişik, özün bax, öz adıva layiq. Bizə baxıb, bizə nəzər eləmə. Öz böyülüyü və uyğun şəkildə bizlə rəftar elə. Danışmışdım keçən il, bir nəfər adamdır, atası ilə çobanlıq eləyir. Daha doğrusu atası ilə səhrada gedir. Deyir, atası dünyasını dəyişir. Atası dünyasını dəyişir, oğul deyir, mən buna neyniyim? Nə qusul bilirəm, nə kəfən bilirəm, nə namaz bilirəm, neyniyim mən? Çölün düzüdür. Birdən görür bir çoban gəlir. Çobana deyir ki, mənim atam dünyadan köçüb cənazəsi qalıb əlimdə. Deyir, uzaqdır. Yer, cəmaatın yaşadığı yerlər uzaqdır. Burada gərək dəfn eləyək. Çoban deyir, mən dəfn eləyərəm. Bunun qusul verirlərmi, təyəmmüm eləyirlərmi, neynirlər? Kəfənə bükür, bir parça tapır, bükür. Dayanır, namaz qılır. Çoban dayanır, meyit namaz qılır. Oğul dayanıb arxasında. Meyit namazından sonra nəsə dua eləyir. Aparıb dəfn eləyirlər. Oğul deyir, getməyəcəm, atamın qəbrinin yanında oturub baxacam. Oturur, yuxuya gedir, atası yuxusuna gəlir, görür ki, çox yüksək məqamdadır. Deyir, ata, axı, sən nə əmələ görə məqama çatdın? Deyir, bir əməlim yoxdur, oğlum. O çoban var idi, namazımı qıldı. Namazı qılandan sonra dua elədi. O duanın hesabına belə oldu. Bir oğlan yuxudan oyanır, çobana deyir, sən nə xüsusi dua elədin? Deyir, əşin, nə xüsusi dua, avam adamam mən. Mən dua bilmirəm. Bəs nəsə dedin axı? Deyir, Allaha dedim ki, ilahə, bu 2 nəfər mənə qonaq gəlsəydi bu kişi, mən ona ən dadlı yeməklərdən verərdim.
gücüm çatan kebab pişirərdim, yemək verərdim. Gücüm nə çatır qonağımdır da. Bunu dedim, sonra dedim, indi bu sənin qonağın, dedi, bax da özün. Sən də öz adıva layiq qəbul elə. Bu kəlmə ilə deyir, Allah deyir ki, adıma layiq mən də gərək günahlarından keçim, gərək bağışlayayım. Ancaq sən ilahi, gözləyirsən ki, hər gecə gələk, danışaq sənlə, bizi eşitməyə hazır olan bir dənə sənsən. Heç kəs bizi eşitmək istəmir. Biraz danışandan sonra, dərdləşəndən sonra yorulur, dostlar da yorulur. Amma bir dənə sənsən ki, deyirsən, hər gecə gəl dərdlərimi danış, səbrim var sənə, axıracan qulaq asacam. Axıra qədər qulaq asacam. Sən demirsən heç vaxt ki, yəqin bizə deməzsən ki, səni eşitmək istəmirəm. Yəqin ki, belə deməzsən. Sən heç vaxt məndən üst çevirməyən dostsan. Mən nə qədər günah eləsəm də, sən Allahlığından əl çəkmirsən. Heç vaxt əl çəkmirsən. Birdən desəm mənə ki, get səsi eşitmək istəmirəm, başıma haranın külünü tökə bilərəm. Bəs başqa hara gedim? Səndən başqa kimin var? Əleyhissalam necə deyir Kumeyl duasında? Mən li qeyruk, ilahi səndən başqa kimin var? Hansı qapıya gedim? Bir qapı var mı gedim? Səndən başqa kim bağışlaya bilər? Kimin gücü çatar bağışlasın? İlahi, mən dünyaya gələndən sən mənim abrımı örtməklə məşğulsan. Sizdən xahiş edirəm, keçən Qədir gecəsində Allaha verdiyi sözləri yaduza salın. Elədiniz onları, eləmədiniz. Eləmədik. Keçən il söz vermişdi, yenə bir il günah elədi. Allah nə dedi? Demədi ki, bəsdə neçə olar, neçə dənə Ramazan ayı olar, demədin ki. Dedin ki, gəl yenə, eyb yoxdur. Mənə gəl deyən yeganə varlıq sənsən. Sənsən və sənin dostlarındır. İlahi, soruşmursan nə vaxta qədər, bəsdə də dahi, demirsən. Heç vaxt demirsən. Elə hey deyirsən ki, səni gözləyirəm. Özü elə belə gəlməmiş, amma özün çağırmısan. Du'itun fihi ila ziyafetillah. Peyğəmbərin buyurub ki, bu ayda Allah qonaqlığına çağırılmısınız. İndi neyiniyim? Mən hər kiməm. Özün çağırmısan. İndi mənə şad deyilsən. Qonaq çağırıb qonağıva sevinmirsən. Qonağıva şad deyilsən. Səndən xahişim var, ilahi, məndən soruşma bu gecə nə gətirmişəm. Mən sənə nə gətirə bilərəm? Mənə demə ki, nə gətirmisən? Nə əməl gətirmisən? Mən axı nə gətirə bilərəm sənə? Bu gecə ümid gecəsidir. Ümid gecəsidir. Kim bu gecə Allahın qapısına əli boş getsə, əli dolu qayıdacaq. Əli boş gedirəm mən. Əli boş. Məndən soruşma, nə gətirmisən? Mən heç nə gətirməmişəm. Heç nəyim yoxdur gətirim. Keçən il danışmışam bunu, hər il danışıram. Bir nəfər anadır, oğlu günahkardır. Oğul dünyadan köçüb, kəndin cəmatı yaxın durmur deyib, bu fasiki bizi dəfn eləməyəcək. Bir nəfər yerdən götürmür. Meyit qalıb ortada, ana ağlayır, yalvarır ona buna, deyir, yox. Oğlun çox günahkardır, özümüzü murdarlaya bilmərik biz. Qoy qalsın, çürüsün. Ana tək qalıb dərdi götürüb. Peyğəmbər yatır zamanəsinin peyğəmbəri, hansıdır bilmirəm. Bunu imamlar danışır bizə. Peyğəmbər yatır, Allah ona deyir yuxuda ki, get filan bəndən var, cənazəsi qalıb ortada. Dəfn eləyən yoxdur. Get özün qüsul ver, kəfən elə, namazını qıl, apar salihlərin qəbristanında torpağa dəfn elə. Apar Allahın dostlarının qəbristanına, orada dəfn elə. Peyğəmbər yuxudan oyanır, yuxuda verilən nişanə ilə gəlir, o kəndi tapır, ananın evini tapır, deyir, mən Peyğəmbərəm, məni Allah göndərib oğlu dəfn eləməyə. Ana təəccüb içində baxır, Peyğəmbər yuyur, özü quslu eləyir, kəfən eləyir, namazın qılır. Cəmaat görür, Peyğəmbər gəlib, hamısı gəlir təşhid cənazəsinə, əzəmətlə, hörmətlə aparırlar dəfn eləməyə. Peyğəmbər özü heyrət içində.
Gəlir, deyir, ana mənə bu sirri aç, sənin oğlun nə salih əməl sahibidir. Ana bilmir ağlasın ya gülsün. Deyir, ey Allahın Peyğəmbəri, hansı salih əməldən danışırsan? Cənazəsi qalıb çürüyürdü, bu günahkar idi. Buna yaxın düşmürdülər. Ana, bəs nə oldu görəsən? Deyir, vallahi heç nə bilmirəm. Ancaq onu bilirəm ki, axır saatlarında bunu deyirdi. Deyirdi, ya mən ləhud dünya vəl-axirə. İrhəm mən leysə ləhud dünya vəl-axirə. Deyirdi, ey dünyanın və axirətin sahibi. Mənim heç nəyim yoxdur, nə dünyam var, nə axirətim. Rəhm elə o kəsə ki, nə dünyası var, nə axirəti. Bu bir sözə bağışladı, vallah belə bağışlayır. Belə bağışlayır. Əleyhissalam deyir, ya səri'ər rıza, ey tez razı olan, ey tez bağışlayan, ey tez bağışlayan. Bir etiraf bəsdir. Bəlalar da bizə göndərəndə nə üçün göndərir? Sevdiyindən göndərir. Ki bizi ayıltsın, özünə tərəf çəksin. Bəlaları da rəhmətdir. Bir arif yol gedir. Görür bir oğlan ağlaya-ağlaya qapını döyür, ana qapını açmır. Oğlan ağlayır, ana açmır. Bu da salih adamdır. Uşaq deyir ki, anamdan xahiş elə də məni bağışlasın. Deyir, yaxşı. Gəlir, deyir, ana mənə görə bunu bağışla. Deyir, sənə görə bağışlayır, amma sözə baxmır. Mənim ürəyimi sındırıb, amma sənə görə bağışlayıram. Deyir, qapını açır, keçir uşaq evə. Səhəri gün yenə keçir, yenə görür uşaq ağlayır, ana qapını açmır. Qapını döyür, açmır. Deyir, daha üzüm yoxdur bir söz deyəm. Oturur, baxır uşağın halına. Uşaq ağlayır, ağlayır, yorulur, səsi kəsilir, taqətdən düşür, yatır. Yatanda ana evdən çıxır, uşağını basır bağrına. Deyir, ay gözümün nuru, ay ürəyimin parçası. Səni qapıda saxlamağım, səni istəməməkdən deyildi. Səni onun üçün saxladım ki, özüvə gələsən, səhvivə başa düşəsən, yoxsa taqətim yoxdur. Elə bildim, səsin kəsildi, başına bir iş gəldi. Ona görə tez ağuşuna alır. Bir etiraf bəsdir, üzrxahlıq bəsdir. İlahi, eşitmişəm, ölüləri dirildirsən. Ölüləri dirildirsən. Yasin surəsində deyirsən, və dərəbələnə mətələn və nəsiyə xəlqə. Deyirsən ki, bir nəfər gəldi, öz yaradılışını unudub, sümükləri gətirdi, dedi, bu sümüklərə kim can verə bilər? Və dərəbələnə məsələn və nəsiyə xəlqə, qalə mən yuhyil idam və hiyə ramim, qul yuhyihəlləzi ənşəəhə əvvələ mərrə, ölüləri əvvəldə dirildən, yenidən dirildə bilər. Sən ölüləri dirildirsən, mən də ölüyəm, ruhum ölüb. Mən bu gecə dirilmək istəyirəm. Məni dirild, cəmaat desin ki, bu bağışlandısa, deməli sən çox rəhəmlisən. Onda rəhmətin müştəriləri çoxalsın. Mənim kimi günahkarı bağışla. Sən tək Peyğəmbərin Allahı deyilsən. Sən tək Əlinin Allahı deyilsən. Sən tək Miqdadın Allahı deyilsən. Salmanın Allahı deyilsən. Sən həm də günahkarların Rəbbisən. Əgər sən salihlərin bəndəsi Rəbbi olsun, bəs günahkarlar hansı qapıya getsin? Bəs günahkarlar kimin qapısına getsin? Musa Peyğəmbər nə gözəl deyir Allaha. Deyir, ilahi, elə bir şey gətirmişəm sənə ki, səndə o yoxdur. Deyir, necə yəni, məndə nə olmaya bilər, nə gətirə bilərsən? Deyir, ilahi, sınıq ürək gətirmişəm, göz yaşı gətirmişəm. Düzdür, sənin xəzinələrin sonsuzdur, amma mənim fəqirlik boxçamda bir şey var, o səndə yoxdur. Mənim fəqirlik boxçamda sınıq ürək var, yanan ürək var, əlli boşluq var, ehtiyac gətirmişəm, ehtiyac. Allah Peyğəmbərlərinin birinə gileylənir. Deyir, hər gün səhər açılanda təzə neymətlər göndərirəm. Hər gün axşam vaxtı təzə günahlar göndərirsiniz. Nə gözəl Allahım mən, nə pis bəndəsiz siz. Amma mən yenə sizdən əl çəkmirəm. Yenə də qəbul edirəm. 100 dəfə də gəlsəz gəlin. Əlinin xüsusi gecəsidir bu gecə. Mərhəmətli imamın qapısına gəlmişik. Əli birinə cəza təyin eləyib. Şəriətin cəzasıdır da bu. İndi onu edam eləyəcəklər. Günahkardır, deyir ki,
İcazə ver ya Əmir əl-Möminin, axırda 2 rükət namaz qılım, sonra edam eləyim məni. Əleyhissalam deyim, mən özüm səni edam eləmirəm ki, Allahın hökmüdür. Qıl namazı. Namaz qılır, əlini qaldırır göyə. Deyir, ilahi, mən çox böyük günahkaram. İndi mənim abrım gedib, məni cəzalandırırsan, layiqəm bu cəzaya. Amma sən and verirəm başımın üstündə dayanan o dostluğun hörmətinə, Əli ibn Abu Talib hörmətinə. Məni elə bağışla ki, da qiyamətdə soruşma məndən esinə. Deyir, səcdədən qalxır, görür, Əli əleyhissalam oğlu ölən ana kimi ağlayır. Ağlaya-ağlaya deyir, ay günahkar, göyün mələklərini aldı, ağlatdın. Yeri göyə ağlatdın, get azadsan. Cəzadan da azad oldun, qiyamətin cəzasından da. Bu gecə hey ulduzlara baxır, göyə baxır, deyir, inna lillah və inna ileyhi raciun. Peyğəmbərin xəbər verdiyi gecədir. Çox gözləyib əleyhissalam bu gecəni. Neçə ildir bu həsrətlə yaşayıb. Bilirsiniz nə vaxtdan gözləyir? Fatiməni torpağın altına qoyandan. Həzrət Zəhranı ki, dəfn elədi. Dedi ki, la xeyrə bədəki fil həyat. Fatimə, səndən sonra yaşamaqda xeyir qalmayıb. Gör, neçə ildir gözləyir bu günü. Bu gecə bütün ağlayanlar Əliyə ağlasın, ona göz yaşı töksün. Bu gecə göylərdə belə səs gəlir. Qəd qutilə Murtəza, qəd qutiləl Məvla, Murtəzanı öldürdülər, Mövlanı öldürdülər, ədalət sütunu çöktü.